Sallallahu aleyhi ve sellem ala nebiyyina Muhammed ve ala alihi ve sahbihi ecmaîn. Amma ba'd. Biz Şeyh Saadetullah Hafızallahu Tevhid kitabını devam edirik. Burada 2. bölümün 5. fəslində El-hukmu bi ghayri ma enzelallah. Allah'ın indirdiğinden başka olan hüküm. Allah'a iman etməyin şərtlərindəndir ki, onu ibadet etməyin şərtlərindəndir ki, onun hükmünə boyun əyəsən, mutlaq olarsan, onun şəriyyətindən razı olarsan, onun kitabına, onun Rəsulunun sünnəsinə ixtilaf vaxtı qaydasan, istər sözlərdə olan, istər usullarda, istər qanunlarda, mallarda, yerdə qalan haqlarda nə şey sorlar yaranır, onun kitabına, Rasulullah sünnəsinə qaydasan. Allah subhanətəala hökm verəndir, hökm də onundur. Hakimlərə də vacib olan odur ki, Allahın indirdiğinə hökm versinlər. Hakimlərə vacibdir. Və raiyə yəni ki, məhkumlara da vacib olan odur ki, öz aralarında Allahın indirdiğinlə Allah'ın kitabı ve Resulullah'ın sünnəsindən hökm versinlər. Hətta fərdlər belə öz aralarında Allah'ın kitabı ve Resulullah'ın sünnəsindən hökm versinlər. Qâle Teala, Allah deyir ki, İnna Allaha ya'murukum en tu'addul emanati ila ehliha. Allah sizə əmr edir, hər ki Allah sizə əmr edir ki, əmanətləri öz əhlinə ve izâ hakemtum beynennâs, insanlar arasında hüküm verdikdə, yəni hər səfər hüküm verdikdə, ən təhkumu bil adil, adilliklə hüküm verəsiniz. Nisa surəsi 58-ci ayə. Demək, bu hakimlərə aiddir, hüküm verənlərə. Bir də var, məhkumlar, raiyə deyirlər. Allah Teala deyir ki, onlara da deyir ki, Ya eyyuhəllezine əmənu, ey iman getirənlər, ati'ullaha və ati'ur rasulə. Allaha və Rasula, Allah'a itaat edin və Rasula itaat edin. İki dəfə itaat edin gəldi. Sonra nə deyir? Və ulul əmri minkum, və sizdən olan əmr sahiblərindən. Demək, Allah'a itaat edin sözü gəldi. Rasula itaat edin. İtaat sözü gəldi. Sonra sizdən olan əmr sahiblərinə, yəni sizdən olan əmr sahibləri həmi qılınc tutanlar, həmi qələm tutanlardır. Həm hakimlər, həm də alimlərdir, yəni. Çünki əmr sahibləri iki qismə bölünür, bunlar qəsd olunur. Bunlar necə ki Allah'ın kitabından, Resulullah s.a.v. sünnəsindən gedirlər, onlara o şeydə itaat edin. Yəni onlara o şeydə nə deyir? Sizdən olan əmr sahibləri, yəni bunlara Allah və Resulunun itaatına bağladı ikisində. Allah Teala. Bir şeydə ixtilaf elədikdə onu Allah'a və Resula qaytarın. İxtilafa düşdündə ola bilər. Bir şeydə ixtilaf etdikdə, etsəniz, onu Allah'a və Resula qaytarın. Əgər siz Allah'a və axirət günə iman gətirirsinizsə. Allah'a və axirət günə iman gətirirsinizsə, ixtilafa düşdüyünüz şeydə qaytarın Allah'a və Resula. Bu sizin üçün daha xeyirli və ən gözəl təvildir. Sonra bəyan edir, bu Nisa surəsi 9-cu ayədir oxuduğumuz. ثُمَّ بَيَّنَ أَنَّهُ لَا يَجْتَمِعُ الْإِيمَانِ مَعَ التَّحَكُّمِ إِلَى غَيْرِ مَا أَنزَلَ اللّٰهُ. Sonra bəyan edir ki, başqa ayədə Allah Subhanahu taala Allah'a iman etməklə Allah'ın indirdiğindən başqa bir şeylə hökm vermək cəm olmur. Yəni imanla Allah'ın indirdiğindən başqa bir şeylə hökm vermək bu ikisi bir cəm olmur. Bunu bəyan edərək bildirir ki, Allah Subhanahu taala münafiqlər barəsində bildirir ki, münafiqlərin sifətləri odur ki, həmişə Allah'ın hökmündən başqa hökm verirlər. Münafiqlər verməsələr belə kafirdirlər, sadəcə onların xislətidir. Yəni bu. Ələm tərə iləl-ləzīnə yəz'umunə ennəhum əmənu bimə unzilə iləykə və mə unzilə min qablikə. O kəsləri gördünmü? Yəni burada inkar kimidir ki, yəni görmədim, yəni münafiqlərdən söhbət. İddia edirlər ki, onlar sənə nazil olanı və səndən öncə nazil olana iman gətiriblər, iddia edirlər. Görürsən, münafiqlər iddia edir. Onlarda həqiqi iman yoxdur münafiqlərdə. Yəni bunları deyir, gördünmü deyir. Yuridun ən yətəhəkəmu ilə tağut. Onlar tağutla hökm vermək, öz aralarında tağutla hökm vermək istəyirlər. Və qad umiru ən yəkfuru bihi. Əmr olunmuşlar ki, tağuta küfr eləsinlər.
Və yuridu şeytan en yudillahum dalalan ba'ide. Şeytan istəyir ki, onları uzaq bir azğınlıqla azdırsın. Nisa surəsi 60-cı ayə. Görürsən ki, bəzi təkfirə düşmüş qardaşlarımız bu ayəni gətirirlər, hər hansı bir müsəlman hakim, Allahın hökm verməyən hakimə tətbiq edirlər bunu. Əslində deyirsən, bu ayə münafiqlər barəsində nazil olubdur və münafiqlər bunu istəyirlər və münafiqlər bunu Allahın hökmündən üstün görürlər. Allahın hökmündən başqa olan hökmləri. Amma indiki hakimlər elə demirlər. O nəfslərinə uyurlar, günahkar olduqlarını bilirlər. Tək ki, açıq aydın deməyən kimi üstündür, bərabərdir, ondan da olar, bundan da olar. Tək ki, bunu belə deməyən kimi açıq ləfsdən demirsə də, sənin üzərinə düşən bir müsəlmandan belə bir əməl baş verərsə, kiçik küfürlə küfürlənmiş olur, yəni böyük günah sahibidir. Yaxşı. O yerə kimi deyir ki, Nisa surəsi 65-ci ayədə ki, فَلَا وَرَبِّكَ لَا يُؤْمِنُونَ حَتَّى يُحَكِّمُوكَ فِي مَا شَجَرَ بَيْنَهُمْ. Sənin Rəbbinə and olsun ki, onlar öz aralarında düşdükləri ixtilafda səni hakim götürməyincə, yəni öz aralarında hakim götürməyincə, sonra sənin verdiyin hökmdə heç bir sıxıntı tapmazlar. Yəni öz nəfslərində heç bir sıxıntı tapmazlar və təhsim olarlar. Yəni belə etməzsələr iman gətirməzlər. Buradakı iman kamil imandan söhbət gedir. Yəni bir müsəlmanla bu əməl baş verərsə də, yəni Allahın hökmündən başqa bir hökm versə, o hökmdən geçsə, bu halda bu insanın imanı zəif olar. İbn Teymiyyə rəhməhullah bu ayənin təfsirində bildirir ki, deyir, xavariclərin bu ayəyə deyir ehtiyacı vardı ki, Allahın indirdiyindən hökm verməyən müsəlman hakimləri təkfir eləsinlər. Ki, nə deyir? Yəni, onları müsəlman adlandırdı. Böyük günah sahibləri, necə araq sənzin edən, oğurluq edən, bu da onun kimidir. Yəni, bu ayəyə ehtiyacları vardı. Yaxşı. Şeyx Salih Fəvzan Hafizullah davam edərək deyir ki, Allah Subhanahu taala burada təkid gətirir, inkar edir, bildirir ki, kim ki Rasulullah sallallahu əleyhi və səlləm hökmünə, onunla hökm vermirsə də, yəni onun hökmünlə öz aralarında hökm vermirsə də və razı olmursa da onun hökmündən, təslim olmursa da, o nə edib? Kəmə ənəhu həkəmə bi kufril vulatil-ləzīnə lə yəhkumuna bimə ənzəlallah və bi zulmihim və fisqihim. Yəni o kəslərə aiddir ki, yəni o kəslər ki, o hakimlər ki, Allahın hökmünün endirdiyindən hökm verməyiblər, zulm edərək və fasiqlik edərək. Yəni, çünki onlar bu əməl etdikdə zulm edirlər, fasiq olurlar, amma böyük küfrlə, böyük fasiqliklə, böyük zulmla olmurlar, kiçik zulmla. وَمَنْ لَمْ يَحْكُمْ بِمَا أَنْزَلَ اللّٰهُ فَأُولَٰئِكُمُ الْكَافِرُونَ. Allahın endirdiyindən hökm verməyənlər, onlar kafirlərdir. Başqa ayədə gəlir ki, onlar zalimlardır, başqa ayədə gəlir ki, onlar fasiqlərdir. Yəni, buradakı hökmlər, zulm, küfür, fasiqlik böyük günah olaraq, yəni kiçik fasiqliyə, kiçik zulma, kiçik küfrə dalət edir. Ta ki, insan hallaşdırmayana kimi. Yəni, bu hökmləri, dünya hökmləri, Allahın hökmündən bərabər tutması, caiz görməsi, üstün tutması tam deməyəndə kimi, məsələni hallaşdırmayana kimi böyük günah sahiblərdirlər. Lazımdır ki, Allahın endirdiyindən hökm verilsin. Yəni, insan o Allahın hökmünə qayıtsın hər bir məsələdə, hər bir ixtilafda, istər həmin ixtilaf alimlər arasında olan ictihadı, sözdə olan ixtilaflar olsun. Yəni, bu qayıtmalıdır Allahın hökmünə hər bir məsələdə. فَلَا يُقْبَلُ مِنْهَا إِلَّا مَا دَلَّ عَلَيْهِ الْكِتَابُ وَالسُّنَّةُ مِنْ غَيْرِ تَعَصُّبٍ لِمَذْهَبٍ. Yəni, heç bir məzhəbə təəssübkeşlik eləmədən Quran və sünnəni nəyə dalət edirsə də o şey qəbul olunur. Yəni, mən filan alimə tabiyəm, filan məzhəbə tabiyəm, belə bir şey qəbul olunmur. Yaxşı. Yəni, hər hansı bir haqlı məsələlərində ixtilafa düşdükdə, spora düşdükdə, istər məsələ əhval-i şəxsi olsun, şəxsi hallara aid olsun, bu evlənmə, boşanma, miras, bu istər isə dövlət məsələləri olsun, fərq eləmir, İslama nisbət olunan, yəni lazımdır ki, nədir? Cüzi və küllü məsələlərdə Allahın hökmündən hökm verilsin. Ya eyyuhellezine amenu dukhulu fis-silmi kaffə. Yəni, ey iman gətirənlər, İslama tam olaraq girin. Yəni, tam olaraq təslim olun. Yəni.
Başqa ayədə Allah deyir ki, əfətu'minunə bi ba'dil kitabi və təkfurunə bi ba'd. Kitabın bəzisinə iman gətirib, bəzisinə küfr edirsiniz. Yahudilər havalarına uyğun gələn şeyləri iman gətirirdilər. O şey havalarına uyğun gəlirdi, iman gətirirdilər. O şey havalarına uyğun gəlmirdi, inkar edirdilər. Sual çıxır ki, indi bu əməl edən müsəlman hakimlər, və yaxud hansı bir fərqli məhkumlar, onlar inkar mı edirlər? Hökmləri yox. Sadəcə havasına uyğun olaraq o günaha düşübdür. O əməl edir. O hökmlər hökm verir. Yəni biz əlbəttə istəyirik ki, Allahın hökm verilsin hər yerdə. Sadəcə burada məsələnin hökmündən danışır ki, belə olduğu halda insan nə vaxt İslamdan çıxır, nə vaxt çıxmır, biz bunları bilirik. Çünki onun üzərində əhkamlar qurulur sonra. Kök olaraq bunu bilməliyik. Və kəzəlikə, həmçinin lazımdır ki, məzhəbə tabi olan kəslərə vacibdir ki, onlar imamlarının, başçılarının sözlərini Quran sünnəyə qaytarsınlar. Nə ki Quran sünnəyə müvafiqdirsə onu götürsünlər, nə ki müxalifdir onu təsvik eləmədən rədd eləsinlər, özlərinə qaytarsınlar. Xüsusən də əqidə məsələlərində. İmamlar Allah onlara rəhmət eləsin, onlar da bunu tövsiyə edirlər. Yəni tövsiyə edirlər ki, yəni məsələni Quran sünnəyə qaytar. Adi Əbu Hanifə rahmehullah deyir, mən görsəniz ki, mənim sözüm bu qəbir sahibinin sözünə müxalifdir, mənim sözümü vurun divara. Özünüz xilas edibdir rahmehullah bu sözdən. Subhanallah. Amma görsən ki, indi insanlar təsvik edirlər, yəni öz imamlarına. Yaxşı. Kim buna müxalif olarsa da o kəsə fəleysə muttəbiən ləhum. Yəni ona tabi olmaq olmaz. Yəni əgər özünü o kəslərə, həmin məzhəb alimlərinə nisbət eləsə, onların sözünü götürsə, təsvik eləsə bu şeyə, Allah Teala onlar barəsində nə deyibdir? Kimlər kimidir onlar? İttəxəzu əhbərəhum və ruhbənəhum ərbabən min dunillahi vəl-məsih ibn Maryam. Tövbə surəsi 31-ci ayədə xristianlar nə etdilər? Xristianlar və yahudilər öz alimlərini və ruhbanlarını Allahdan başqa olaraq Rəbb götürdülər və Məryəm oğlu İsanı, Məryəm oğlu Məsihi Rəbb götürdülər. Burada bir sual var. Bu ayə oxunduqda sahabələrdən biri deyir ki, ey Allahın Rəsulu Adi radiyallahu anhu deyir ki, biz onları Rəbb götürməmişdik ki, onlara ibadət eləmirdik ki biz bu ayəni işləndə. Rasulullah sallallahu aleyhi ve sellem sual verir, deyir ki, məyər onlar halalı haramlaşdırdıqda, haramı halallaşdırdıqda itaət eləmirdiniz, deyir, edirdik. Deyir, bu ibadətdir. Necə ki, bu Şiə məzhəbində də var. Müştehid dedisə də ki, bu haramı halal dedisə, müştehid dedisə o boyundadır. Və yaxud da halala haram dedisə, əksi götürürlər, deyir, bizim müştehidin boyundadır ki, belə deyirlər. Xristiyanlar kimi, yahudilər kimi deyir. Yaxşı. Yəni, bu kəslər ki, özlərini hər hansı bir məzhəbə nisbət edir və onların imamları səhv edir, düz edir, təsvik edir, onu götürürlər. Baxmırlar, bu nədir? Bu aiddirlər onlar da deyir. Yəni, ayə təhcə xristiyanlara aid deyil. Bəl, əksinə, kim ki onların mislindədir, onların hamısını özündə daşıyır. Kim ki Allahın əmrinə, Rasulullah sallallahu əmrinə müxalif olursa da, insanlar arasında hökm verməkdə, Allahın indirdiyindən başqa hökmdən hökm verirsə də, bunlar hamısı buna aiddir. Yəni, təbii ki, dediyimiz şərtlərini də bilirsin. Əv talabə zəlik ittiba'an limə yəhvəhu və yuriduhu. Və yaxud da ki, havasına tabidir, ona gəlirsə ki, bu şeylə versin deyə, mənə havama uyğun gəlir. Havama uyğun gəlir, Allahın hökmündən başqa hökm götürür, onunla verir. Belə elədiyi halda, İslam kəndirini boynundan çıxartmış olur. İman kəndirini boynundan çıxartmış olur. İddia eləsə də ki, o mümindir. Allah subhanahu ta'ala bunu inkar eləmişdi. Kim bunu istəmişdi və onların iman iddialarını yalanlamışdır. Yaz'umun ayədə iddia edirlər. Yəni, bax, imanı onlardan çıxartmışdır. Yaxşı. İnnəmə yuqalu qalibən limən iddia da'va huvə fiyhə kəzibun lil-müxalafətihi limujibihə və amalihi bimə yunafihə. Yuhaqqiqu həzə qavluhu Teala və qad umiru ən yəkfuru bih.
Yəni o çox vaxtı kimlər barəsində deyir? O iddia edən barələrdə bu söz. Yalandan iddia edirlər. Mən müsəlmanam, möminəm və sanki Allahın hökmlərini istəyir, iddia edənləri. Yəni bu kəsləri bu ayəyə daxildir ki, onlar əmr olmuşlar tağuta küfr eləməyi, amma eləmədilər. Çünki tağuta küfür tövhidin rukunlarındandır, bilirsiniz də siz. La ilahe illallah, tağut inkar və isbatdır. Allah subhanahu ta'ala da ayədə dedi ki, فَمَنْ يَكْفُرْ بِالتَّاغُوتِ وَيُؤْمِنْ بِاللّٰهِ Kim tağuta küfür edib Allah'a iman etsə, ki birinci tağuta küfür, sonra Allah'a iman gətirir. Artıq qırılmayan bir ipdən yapışmış olar. Şərtdir, tağuta küfür şərtdir yəni. وَذَلِكَ أَنَّ تَحَاكُمَ إِلَى التَّاغُوتِ إِيمَانٌ بِهِ Yəni tağutla hökm vermək, ona iman etmək deməkdir. Yəni Şeyx Salih Fovzan nə deyir? Bunu burada deyir. Devam edirik. Deyir ki, tövhid imanın əsaslarındandır. Əməllərin hamısı onunla islah olur və o olmasa isə əməllər fəsad olur. Yəni tövhidsiz salih əməl ola bilməz. Əməl islah ola bilməz. Çünki Allah Subhanahu taala ayədə bildirmişdir ki, tağuta küfr edib Allah'a iman etmək. Yəni bu lazımdır. Yaxşı. Burada o kəs ki, Allahın endirdiyindən başqa bir hökm verdi, imanı ondan çıxartdı. Bu da yədullu alə ənə təhkimə şər'illəhi iman. Bu da dəlalət edir ki, Allahın endirdiyindən, şəriətindən hökm vermək imandır, əqidədir, Allah olan ibadətdir. Vacibdir ki, müsəlman bununla dinlənsin, Allahın şəriətindən başqa bir şəriətlə hökm verməsin. Yəni, insanlara yarayır deyə təhcə belə verməməli. Hətta verəsi olsan deməməlisən ki, insanlara yararlıdır. Təkcə bu olmamalıdır. Bu gün əminlik bununla düzələcəkdir, ona görədir. Yox, təkcə bu olmamalıdır. Və innə bə'dən nəs yərtəkizu alə hədəl cənib. Yəni, bəzi insanlar bu tərəfə diqqət etirir. Deyir ki, Allahın hökmünü verir, bu deyir, insanları ıslah edəcəkdir. İndik əmin-amanlıq yerində olacaqdır, nizam-intizam olacaqdır. Təkcə belə olmamalıdır. Yəni, ən birinci tərəfi unudurlar. Hansı ki Allah Subhanahu taala o kəsi eyib gətiribdir ki, kim ki Allahın şəriətindən hökm vermifdir və yaxud da ki veribdir, təkcə məsləhət üçün. Sən bunu ibadət üçün eləməlisən. Mənim burada maddi məsləhətim var, nə bilim, biraz əmin-amanlı olacaq. Buna görə yox, bunu ibadət üçün. Sən ibadət üçün elədiyin üçün o pis şeylərdə yerinə düşəcək, gələcəkdir. İnsanların çoxu bunu unudulubdur. Necə ki Allah Teala deyir ki, وَإِذَا دُعُوا إِلَى اللّٰهِ وَرَسُولِهِ Onlar Allah'a və Resul'a çağırıldıqda ki, onlar arasında hökm verilsin, onlardan bir toplum, bir firqə boyun qatırdı. Əgər onlar üçün haqq olardısa da, yəni haqq onların tərəfində olardısa da, وَإِنْ يَكُنُ لَهُمُ الْحَقِّ يَأْتُوهُ إِلَيْهِ مُذْعِنِينَ Yəni onlar boyun əyərək gələrdilər, əgər bunların xeyrinə hökm verirlərdisə də. Belə gələrdilər. Hansı tərəfə fikir veriblər? Havalarına uyğun tərəfi. Hökm havalarına uyğundur, götürülür. Hava uyğun deyəcək, götürülür. Yalnız belə. Havalarına uyğun olanda etiraz edərdilər. Çünki onlar bunu Allaha, bu hökmü Allaha ibadət olaraq eləməmişdilər. Onun Rəsuluna ibadət olaraq eləməmişdilər. İtaət olaraq eləməmişdilər. Yaxşı. Allahın endirdiyindən başqa şeylə hökm verməyin hökmü nədir? Verən kəsin hökmü nədir? Şeyx Salih Fovzan deyir ki, Maidə surəsi 44-cü ayəsində ki, Allahın endirdiyindən hökm verməyən onlar kafirlərdir. Bu kərim ayə bildirir ki, Allahın hökmündən başqa olan hökm küfürdür. Bu küfürdə böyük küfür də ola bilir, millətdən çıxaran, bəzi hallarda kiçik küfür də ola bilir, millətdən çıxarmayan. Bu hökm verənin halına görədir. فإنه إن اعتقد أن الحكم بما أنزل الله غير واجب Əgər etiqad eləsə, bax etiqad sözünə fikir verin, xətt çəkirik altından. Etiqad eləsə ki, Allahın endirdiyindən Allahın hökmü, Allahın endirdiyi hökm vacib deyil. Buna etiqad eləsə, bu bir. Bu desə ki, seçimi var bunun, özü seçim edə bilər. Və yaxud da ki, Allahın hökmünə boş yanaşsa,
istihən eləsə bu yaramır. Əuzübillah. Etiqad eləsə ki, ondan başqa olan dünya hökmlərin, dünyada qoyulan nizam-intizam, Amerikanın, Fransanın, dünyadakı olan hökmlər bunlarla gedirlər. Bu daha yaxşıdır. Və yaxud desə ki, Allahın hökmü indiki zamana yaramır. Və yaxud da ki, Allahın endirdiyindən başqa hökmü istəyir, kafirləri, münafiqləri razı salmaq üçün. Belə eləsə, böyük küfür eləmiş olur. Belə eləsə, böyük küfür eləmiş olur. Amma etiqad eləsə ki, hökmün vacibliyini, Allahın endirdiyin hökmünün vacib olmasını və bilməlidir ki, etiraf eləməlidir ki, bu daha adildir. Bu insan bundan üst söndürməsinə görə etiraf eləsə ki, bu cəziyə haqlıdır, bu əməli ilə asidir. Yəni, haqlıdır cəziyə düşməsinə, yəni bu üst söndürdüyünə görə bu kiçik küfürdən küfür eləmiş olur. Və yüsəmmə kəfirən, kufran əsğar. Kiçik küfürdən küfür eləmiş olur. Yəni, bunu deməyənə kimi bilmirsən. Yəni, bu sözü deməyənə kimi bilmirsən. Ona görə də köklü olaraq əməl böyük günah olur. Kiçik küfür olaraq qalır. Ta ki, qabaqda zikr elədiyimiz şərtlərlə ki, böyük küfür nə vaxt olur və kiçik küfür isə nə vaxt olur. Allahın hökmünü barəsində əgər cahil olsa, amma cəhd göstərir, çalışır hökmü bilməyə, amma xata edir, bu xatasına görə onun əcri var, ictihadına görə. Xatası da nədir? Bağışlanmış sayılır. Yəni bu وهذا في الحكم في القضية الخاصة وأما الحكم في القضايا العامة فإنه يختلف. Bu xüsusi hökmlədir də, amma umumi hökmlərə gəldikdə isə bu deyir, fərqli olur. Şeyxülislam İbn Teymiyyə rəhməhullah deyir ki, فَإِنَّ الْحَاكِمَ إِذَا كَانَ دَيِّنًا لَكِنَّهُ حَكَمَ بِغَيْرِ عِلْمٍ كَانَ مِنْ أَهْلِ النَّارِ. Bir hakim dindardır, lakin lakin elimsiz hökm verir. Bu nədir? Cəhənnəm əhlindəndir. Bir hakim bilir, lakin haqqa müxalif olaraq hökm verir. Və bilir ki, bu verdiyi hökm haqqa müxalifdir. Bu da cəhənnəm əhlindəndir. Və idə həkəmə bilə adlin və lə ilmin, həmçinin adil olmadan və elimsiz hökm versə, əvlə ən yəkuna min əhlindən. Bu da daha haqlıdır ki, cəhənnəm əhlindən olsun. Və hədə idə həkəmə fi qadiyyətin li şəxsin. Bir şəxsə görə hansısa məsələdə hökm verir. Bir şəxs üçün onun xeyrinə hökm verir. Bu dediklərimiz buna aiddir. Və əmmə idə həkəmə hukmən ammən fi dinil muslimin. Amma müsəlmanların dinində umumi hökmlə hökm verərsə də, haqqı batil edərsə də, haqqı batil kimi edərsə də, batili haqq kimi edərsə də, sünnəni bidət kimi, bidəti sünnə kimi edərsə də, mərufu münkər, münkəri məruf edərsə də, və nəhə əmmə əmər Allahu bihi və Rasuluhu, Allah və Rasulü nə əmr edirsə, onu qadağ edərsə də, və əmərə bimə nəhə Allahu anhu və Rasuluhu, Allah və Rasulü nəyə əmr edib, onu qadağ edir, nəyə qadağ edib, onu əmr edir. Edizdən ətər. Belə bir şey deyərsə də, فَهَذَا لَوْنٌ آخَرْ يَحْكُمُ فِيهِ رَبُّ الْعَالَمِينَ وَإِلَيْهِ الْمُرْسَلِينَ مَالِكُ يَوْمِ الدِّينَ الَّذِي لَهُ الْحَمْدُ فِي الْأُولَى وَالْآخِرَةِ. Bu başqa bir rəngdir, belə deyir. Başqa bir rəngdir, başqa bir şeydir ki, bunu aləmlərin Rəbbi o kəs barəsində hökm verəcəkdir. Onun hökmü də Rəsullara qalıb, qiyamət gününün sahibi olan Allaha qalıbdır onun hökmü. Əvvəldə də, axirətdə də həmd Allahadır. Huvəl-ləzi ərsələ rasuləhu bil-hudə və dinil haqq. O Rəsulu, öz Rəsulunu hidayətlə göndərib, haqq dinlə göndəribdir, dinini üzə çıxartsın deyə, Allahın dinini o Rəsul üzə çıxartsın deyə, hamısını. Və kəfə billəhi şəhidə. Allah şahid olaraq kifayətdir. Və qaylə aydən həmçinin deyib ki, Şeyxülislam İbn Teymiyyə rəhməhullah, və lə raybə ənə mən ləm ya'təqid vücubəl hukmu bimə ənzəlallah alə rasulihi fəhuvə kafirun. Kim etiqad eləməsə, Allahın Rəsuluna indirdiyi hökmün vacibliyini etiqad eləməsə, bu da kafirdir.
Yəni sən etiqad eləməsən ki, bu vacibdir. Allahın hökmü vacibdir, ona hökm vermək vacibdir. Kim halallaşdırsa insanlar arasında öz rəyi ilə hökm verməyi, Allahın indirdiyinə tabi olmayaraq öz rəyi ilə hökm verməyi halallaşdırsa, bu da küfür etmiş olur. فَإِنَّهُ مَا مِنْ أُمَّةٍ إِلَّا وَهِيَ تَأْمُرُ بِالْحُكْمِ بِالْعَدِلِ. Çünki elə bir toplum, elə bir ümmət yoxdur ki, hamısı adilliklə hökm verməyi şeydir, əmr edir. وَقَدْ يَكُونُ الْعَدْلُ فِي دِينِهَا. Ola bilsin ki, onun dinindəki adillik böyüklərinin dediyidir. Babalarımız belə deyib, onunla gedir. Ola bilsin, o ola bilər. Bəl kəsirun minəl müntəsibin el-İslam. Əksinə, İslama nisbət olunan çoxları vardır ki, onlar adətlərlə hökm verirlər. Allahın indirdiyilə hökm vermirlər. Sizin səhralarda bədəvilər, zadlar yaşayanlar nə deyirlər? Onlar deyir, biz öz sərəflərimizin, yəni öz babalarımızın adətlərimizin yoluna gedirik. Və yaxud da ki, öz başçılarının itaət edib onların yoluna gedirlər. Bunu savab görürlər. Yəni, Allahın kitabından, Resulullah sallallahu sünnəsindən başqa olaraq o hökmlərlə gedirlər. Təbii ki, bu da küfürdür. فَاِنَّ كَثِرًا مِنَ النَّاسِ أَسْلَمُوا. İnsanlardan çoxu İslam'a giriblər. Lakin لَا يَحْكُمُونَ إِلَّا بِالْعَدَاتِ الْجَارِيَةِ. Yalnız adətlərlə hökm verilir. İslam'a girib. Ama verdiyi hökm adətlərlədir. Hansı ki, itaət olunanlar onun özlərinin içində də başçılar onu qoyubdur. Bunlar فَهَوْلَيْ اِذَا عَرَفُوا أَنَّهُ لَا يَجُزُ. Və bilsələr ki, bu caiz deyil. Ləhumul hukmu illə bimə ənzəlallah. Yəni, yalnız onlar üçün Allahın indirdiyi ilə hökm vermək lazımdır. Fələ yəltəzimu dəlikə. Və buna isə özlərini lazım eləmirlər. Əksinə, Allahın indirdiyinə əks olaraq başqa hökm verib halallaşdırırlar. Onlar kafirlərdir. Baxın, halallaşdırma sözün görsən neçə dəfə istifadə elədi. Şeyx İslam ibn Teymiyyə rahimehullah Minhec-i Sünnətin Nəbəviyyədə deyir bunu. Halallaşdırma bizə nədə olur? Böyük günahlarda olur. Küfürdə halallaşdırma yoxdur. Böyük küfürdə, böyük şirkdə halallaşdırma yoxdur. Araqdır, zinadır, sələmdir. Buna oxşar böyük adam öldürmək. Bunu halallaşdırmaq, bu halallaşdırma ona görə deyir ki, yəni bu əməl bir müsəlman bunu edərsə, yəni böyük günah etmiş olur. Halallaşdırmayan kimi İslamdan çıxmır. Bu sözə fikir verin, yəni halallaşdırma sözlə. Şeyx Muhammed ibn İbrahim rahmanullah deyir ki, bu əmməlləzi qilə fihi. Amma o kəs barəsində ki, deyilibdir ki, innəhu kufrun duna kufur, yəni o məsələ barəsində ki, deyir ki, bu kiçik küfürdür. İzə hakəmə ilə qeyrilləhi mə'tiqadihi ənəhu asin və ənə hukmallahi vəl haqq. Demək, bir kəs etiqad edir ki, Allahın indirdiyilə hökm verməyə etiqad edir. Etiqad edir bunu, amma başqa hökm verir. Və bir etiqad edir ki, bu günahkardır. Və bilir ki, Allahın hökmü o haqdır. Yəni, bundan bir dəfə və bunu oxşar baş verir da, Allahın hökmündən başqa olaraq hökm verir. Bu kəs, yəni, bu kiçik küfrə aiddir. Burada bir sual var da, bir dəfə, 10 dəfə, 100 dəfə, 1000 dəfə hökm verməklə, yəni bunların arasında fərq nədir? Əgər məsələ böyük küfürdürsə də, bir dəfə də versən böyük küfürlə kafir olsan, 10 dəfə də, 100 dəfə də, 100 məsələ ilə də belə deyək, 1 məsələ, 10 məsələ, 100 məsələ, 1000 məsələ, sən fərq eləmir. Əgər böyük küfürdürsə də, bir dənə ilə də versən böyük küfürlə kafir olsan, 10 dənə ilə də versən, 1000 dənə ilə də versən. Burada rahimehullah deməsi ki, bir məsələdə, bu halda kafir olmur, amma deyir, o qanunlar, dünya qanunları qoyur və onun tərtibatı qoyur və insanları ona məcbur edir. Bu deyir, küfürdür. O desə ki, hətta biz xata eləmişik belə, desə belə. Şəriətin hökmü ən adidir desə belə, bu millətdən çıxaran nədir? Küfürdür. Görə deyir, fəfərrəqə rəhməhullah beynəl hukmul cüz'i, cüz'i hökmdən, hansı ki, təkrarlanmır da, umumi hökmü ayrıqdır. Yəni, çox və yaxud da bütün hökmlərdir. Və qarrara ənə hədəl kufrun nəqun əl-millə. Mütləq olaraq bu iqrar verir ki, bu küfür millətdən çıxarır, yəni bu əməl. Və dəlikə liyənnə mən nəhə şəriətəl İslamiyyə, kim şəriət İslamını silərsə də,
onun yerinə dünya qanunları qoyarsa da, baxın, bədil olaraq qoyarsa da, bu dəlalət edir ki, o bu qanunları daha üstün və daha yararlı görür. Şəriət qanunlarından daha üstün və daha yararlı görür. Şək yoxdur ki, bu böyük küfür edir və millətdən çıxır, tövhidi pozmuş sayılır. Siz təsəvvür edin ki, Şeyx Muhammed ibn İbrahim, rahmehullah, bu sözündən qayıdıbdır. Öz fətvalar kitabında 1-ci cild 80-ci səhifə 1385-ci ildə Hicri tarixindən Mühərrəm ayın 19-unda bu fətvasından qayıdıbdır. Deyirəm bilin. Yaxşı. Gələn səfər inşallah davam edərik. Allah təala ki, bizlərə faydalar versin. Barakallahu fikum.